Bu günləri mən sizə İzə nəşriyyatının yay tapşırıqları 4-cü sinif testindən Azərbaycan dili testinin izahını paylaşacağam. Başlayaq. Neçə sözdə qalın saitlərin ahengi var? Siyasət. Biz ilk öncə qalın saitlər hansıdır? Onları yadımıza salaq. Qalın saitlər A, I, O, U. Bunlar bizim qalın saitlərimizdir. Və sözlər qalın saitlərimizin ahengi gözlənilməlidir. Baxırıq siyasət. Siyasət sözündə qalın saitlərlə bərabər incə saitlər də iştirak edib. Deməli bu söz ola bilməz. Bizə yalnız qalın saitlər iştirak edən söz lazımdır. Sona sözü. Bəli, sona sözündə yalnız qalın saitlərin ahengi gözlənilib. Deməli birisi budur. Hünər. Hünər sözündə isə incə saitlərin ahengi gözlənilib. Bizim cavabımız bu ola bilməz. Meşəlik. Bəli, meşəlik sözündə də incə saitlərin ahengi gözlənilir. Bizim cavabımız ola bilməz. Arxalıq. Bəli, arxalıq sözündə də qalın saitlərin ahengi gözlənilib. Deməli sözümüzün biri budur. İnsan. İnsan sözündə həm incə, həm qalın sait iştirak edib. Ola bilməz. Bolluq. Bolluq sözündə bəli, qalın saitlərimizin ahengi gözlənilib. Deməli biri budur. Səadət. Səadət sözündə həm incə, həm qalın saitlər gözlənilib. Bu bizim cavabımız ola bilməz. Bayatı. Bəli, bayatı sözündə yalnız qalın saitlər iştirak edib. Deməli budur. Bəşər. Bəşər sözündə isə incə saitlərin ahengi gözlənilib. Deməli bu bizim cavabımız ola bilməz. Neçə sözdə aheng qanunu qalın saitlərin ahengi gözlənilmişdir? 4 sözdür. Cavabımız oldu B variantı. Sonra keçirik sual 2-yə. Fərqli zamanı göstərin. Biz bilirik ki, hərəkətin 3 zamanı var. Keçmiş zaman, indiki zaman və gələcək zaman. Keçmiş zaman iki qrupa bölünür. Şuidi keçmiş və nəqli keçmiş. Şuidi keçmiş dı, duydu. Nəqli keçmişin şəkilçisi mış, üb. Daha sonra indiki zaman nədir? Suallarına cavab verir. Gələcək zaman. Gələcək zamanda iki qrupa bölünür. Qəti gələcək, qeyri-qəti gələcək. Qəti gələcək, acaq, əcək, qeyri-qəti gələcək, ar, ər. İndi bizə fərqli zamanı olan sözü istəyir. Kəsəcək, gələcək zaman, biləcək, gələcək zaman, əyləşdi, keçmiş zaman, görəcək, gələcək zaman. Deməli fərqli zamanda olan sözümüz oldu C variantı. Biri, alidəçilik sözünün mənası deyil. Alidəçilik nə deməkdir? Gəlin bunu bir izah edək. Alidəçilik, alidə olmaq, bir şeyə alışmaq, bir şeyə vərdiş etmək, öyrəşmək deməkdir. Deməli, vərdiş etmək, öyrəşmək, alışmaq bunun mənası ola bilər. Ancaq peşəkar isə ola bilməz. Peşəkar, sənətkar, öz işinin ustası deməkdir. Bu tamam fərqli mənadadır. Ona görə düzgün cavabımız olacaq B variantı. Sonra keçirik sual 4-ə. Hansı cümlənin mübtədası söz birləşməsi ilə ifadə olunub? Aygünün sözü. Artıq burada Aygünün sözü söz birləşməsi ilə ifadə olunur. Adil həmişə babasının sözünə hörmətlə yanaşırdı. Kim Adil? Burada Adil isimlə ifadə olunur. Bu sözü yalnız Nigar belə deyə bilərdi. Kim? Nigar. Burada da isimlə ifadə olunur. Adil öz sözünə özü də şübhə ilə yanaşırdı. Kim? Adil. Burada da Adil öz sözünə özü şübhələ yanaşırdı. Kim Adil? Burada da Adil isimlə ifadə olunur. Sonra keçirik sual 5-ə. Hansı cümlədə kimi köməkçi nitq hissəsidir? Kimi bir əvəzli kimi işlənə bilər. Bir də köməkçi nitq hissəsi kimi. Köməkçi nitq hissəsi kimi qoşma kimi işlənə bilər. Qoşma nədir? Qoşma ismin adlı, gəllik, yönlük, çıxışlıq halında işlənən sözlərə qoşularaq müəyyən mənaçaları əmələ gətirir. İndi baxaq görək kimi hansı cümlədə köməkçi nitq hissəsi kimi işlənir. Ad günümə kimi istəsəm, onu da çağıracağam. Burada kimi istəsəm, burada əvəzli kimi mövqeyində çıxış eləyir. Sonra keçirik B variantına. Ad günümə dostlarından kimi çağırmaq istəyirsən. Burada da əvəzli kimi çıxış eləyir. Sonra keçirik C variantına. Ad günümə kimi xeyli iş görməliyəm. Bəli, burada ad günümə kimi, yəni bir zaman məzmunu var. Deməli düzgün cavabımız olacaq C variantı. D-yə baxırıq. Ad günümə qohumlarımdan kimi dəvət etsəm yaxşı olar. Burada da artıq əvəzli kimi çıxış eləyib. Sonra keçirik sual 6-ya. Verilənlərdən biri ismə aid deyil. Deməli, tək və cəm olur. Bəli, ismə məxsusdur. İsim tək və cəmdə ola bilir. Məsələn, kitab təkdə, kitablar isə cəm şəkilçisi qəbul edir. Ümumi və xüsusi olur. Bəli, isimlər ümumi və xüsusi olmaq üzrə iki qrupa olunur. Ümumi isimlər hər kəsə aiddir. Xüsusi isimlər isə varlığı tək olanları bildirir. Mənsubiyyət hal şəkilçisi qəbul etmir. Aha, bu yanlış cavabdır. Çünki isim mənsubiyyət və hal şəkilçisi qəbul edir. Ümumi qrammatik mənasına görə əşyanın adını bildirir, bəli. Deməli bizim yanlış cavabımız olacaq C variantı. Bəndlərdən birində qoşma, bənzətmə bildirir. Biz qeyd etmişdik ki, qoşma ismin adlı, gəllik, yönlük, çıxışlıq halında işlənən sözlərə qoşularaq müəyyən mənaçaları əmələ gətirir. Gəlin qoşmanın məna növlərini yadımıza salaq. Bir gəlik bildirir və, ilə, la, cə. Fərqləmə bildirir. Məndən başqa, məndən qeyri, məndən özgə, məndən əlavə, məndən savayı. Zaman bildirir. Əvvəl, sonra, bəri, qabaq. İstiqamət bildirir. Sarı, tərəf, doğru, qarşı. Məsafə bildirir. Kimi, qədər, dək, can. İstinad bildirir, görə əsasən, aidlik bildirir, aid, dair, məxsus, xas, səbəb bildirir, üçün, ötürü, görə, uğrunda, naminə, üstündə, sarı. İndi bizdən bəndlərin birində bənzətmə bildirir. Aha, kim oxuyur, kim yazırdı. Burada əvəzlik mövqeyində çıxış eləyib, ona görə bu ola bilməz. Evdən küçəyə kimi qaçdım, burada məsafə bildirir, bu ola bilməz. Biz qoymarıq ki, Qarabağda İrəvan kimi ermənilərin olsun. Bəli, burada artıq bənzətməlik bir şey var. Ona görə düzgün cavabımız olacaq ki, səhərə kimi yatmadı. Burada da zaman məzmununu bildirir, yəni səhərə qədər yatmadı. Sonra keçirik sual 8-ə. Hansı bənd doğru deyil? Düzəltmə söz. Bəli, bizim sualımızın şərtində bizdən düzəltmə sözü istəyir. 4 variant verilib. 4 variantdan biri düzəltmə söz deyil. Baxırıq A variantına. Kənd, li. Bəli, kənd üzərinə gəlinsin li. Bu düzəltmədir. Sonra baxırıq B variantına. Yağlı. Bəli, yağ üzərinə gəlinsin l. Sonra çarıq. Çarıq sözü sadə sözdür. Ona görə bizim düzəltmə sözümüz sırasına aid ola bilməz. Qırıq. Bəli, qırıq. Nəyisə qırırıq və qırıq yaranır. Ona görə düzgün cavabımız olacaq 8-də C variantı. Sonra keçirik sual 9-a. Hansı sözlər əşyanın keyfiyyətini bildirir? Biri var əlamət, biri var keyfiyyət. Biz gözümüzlə görə biliriksə əlamətdir, daxili xüsusiyyətlər isə keyfiyyətdir. Bəli, qoça keyfiyyət bildirir. Deməli biri birdir. Söz nitq hissəsi baxımından isimdir. Bizə isə sifət lazımdır. Deməli 2 ola bilməz. Sakit, bəli, keyfiyyət bildirir. Yağlı, bəli, keyfiyyət bildirir. Yalqız, bəli, insanın vəziyyətini, xasiyyətini, daxili keyfiyyətin ruh halını bildirir. Ona görə
Həyət isimli bizə lazım deyil. Düzgün cavabımız olacaq 1, 3, 4, 5, B variantı. Sonra keçirik sual 10-a. Hansı bəndəki şeirin misraları yalnız xitabdan ibarətdir? Biz ilk öncə xitab nədir? Onun qaydasını yadımıza salaq. Xitab müraciət olunan bir şəxs bildirir. Müraciətdir. Xitablar cümlənin əvvəlində gəldikdə özündən, sonra ortasında gəldikdə hər iki tərəfdən, sonda gələrsə özündən əvvəl durğu işarəsi olaraq vergüldən istifadə olunur. Baxırıq A variantına. Burada qaçmadayan, artıq burada qaçmadayan bizim sıramızı pozur. Ay pipi qan xoruz, gözləri mərcan xoruz. Burada da tam müraciət yoxdur. Sən nə yamansan abuz, adam yıxansan abuz. Burada da tam müraciət deyil. Ancaq baxırıq D variantına. Quşlar, quşlar, ağ quşlar, qaranquşlar, ağ quşlar. Bəli, burada sırf müraciətdən ibarətdir. Ona görə düzgün cavabımız olacaq D variantı. Sonra keçirik digər testimizə. Hansı sıradakı sözlər birləşib mürəkkəb söz yarada bilər? Baxırıq A variantına. Leylək quş mürəkkəb söz yaratmır. Ev, il mürəkkəb söz yaratmır. Qohum, qardaş, bəli. Qohum, defiz, qardaş. Artıq burada mürəkkəb bir isim yaranır. Deməli, düzgün cavabımız olacaq C variantı. Qərənfil gül burada da mürəkkəb bir söz yaratmır. Sonra keçirik burada olacağımız C variantı. Sual 2-yə. Hansı rayon adı mürəkkəb sözdür? Yardımlı, mürəkkəb deyil. Daha sonra baxırıq Ağsu. Bəli, ağ, üzərinə gəlinsin su. Bərabər Ağsu. Artıq bu mürəkkəb sözlərin birləşməsindən yaranmışdır. Deməli, düzgün cavabımız olacaq B variantı. Sonra keçirik sual 3-ə. Biri doğru deyil. Atəş, ahəng pozulub. Bəli, atəş. A-ə. Biz bilirik ki, ahəng qalını gözlənilməsindən ötürü bir sözdə ya qalın sahiblər bir-birini izləməlidir, ya da ki, incə sahiblər bir-birini izləməlidir. Qalın sahiblər A, Ö, O, U, incə sahiblər E, Ə, I, Ö, Ö. Atəş sözündə həm qalın, həm incə sahiblər iştirak edib. Ona görə ahəng qalını pozulub. Kitab, ahəng qalını pozulub. Bəli. Həm qalın, həm incə sahib iştirak edib. İncə, ahəng pozulmayıb, düzdür. Yalnız incə sahiblər iştirak edib. Daha sonra ilan. İlan sözündə ahəng qanunu pozulmayıb, yanlışdır. Həm qalın, həm incə sahib iştirak edib. Ona görə ahəng qanunu pozulub. Burada düzgün cavabımız olacaq D variantı. Sonra keçirik sual 4-ə. Hansı cümlədə kök sözü əlamət bildirən sözdür? Yəni biz bilirik ki, kök homonimdir. Bir isim, bir də sifət kimi. Oğlan yaman dalaşqandır. Bəli, necə oğlan? Kök oğlan. Deməli düzgün cavabımız olacaq B variantı. Baxırıq digər variantlara. Ana şirə çəkmək üçün bazardan kök aldı. Artıq burada meyvə tərəvəzi mənasındadır, isimdir. Kök vitamin də zəngin tərəvəzlərdən biridir. Burada da artıq isim mövqeyində çıxış etmişdir. Keçirik sual 5-ə. Kim, nə zaman, haraya getdi? Suallarına cavab verən sözlər hansı cümlədədir? Baxırıq. Yəni cümlədə kim, nə zaman, haraya, nə etdi? Bu suallar ardıcıl şəkildə düzülməlidir. İsrafil dibçəkləri eyvana daşıdı. Nə etdi, daşıdı? Haraya daşıdı eyvana? Kim? İsrafil nəyi, dibçəkləri? Artıq burada dibçəkləri sözü nəyin sualına cavab verir? Ona görə A variantı ola bilməz. Sonra keçirik B variantına. Balıqçılar qayığı suya saldılar. Nə etdilər? Saldılar. Haraya saldılar? Suya saldılar. Kim? Balıqçılar nəyi? Qayığı. Artıq burada da qayığı sözü ardıcılığı pozur. Daha sonra baxırıq C variantına. Alpinist axşamçağı zirvəyə çatdı. Nə etdi? Çatdı. Haraya çatdı? Zirvəyə. Kim? Alpinist. Nə vaxt, nə zaman, haçan çatdı? Axşam çağı çatdı. Düzgün cavabımız olacaq C variantı. Sonra keçirik sual 6-ya. Uyğunluğu müəyyən edin. İndiki zaman və ikinci şəxsin cəmində olsun. Baxaq. Baxdınız, nə etdiniz? Baxdınız. Artıq burada keçmiş zamanda çıxış eləyib. Baxırsınız, siz baxırsınız. Bəli. Burada deməli düzgün cavabımız olacaq B variantı. Baxaq digər varianta. C variantı baxarsınız. Burada artıq baxarsınız gələcək zamandadır. Baxırlar, onlar baxırlar. Burada indiki zamandadır. Ancaq üçüncü şəxsin cəm şəkilçisini qəbul edib. Ona görə düzgün cavabımız olacaq B variantı. Hansı bənddə nəqli cümlə verilmişdir? Nəqli cümlə bizə xəbər, məlumat vermək məqsədi ilə işlədilir. Baxaq görək hansında nəqli cümlədir? Durğu işarələri də buraxılmışdır. Bir də belə iş görmə. Burada artıq əmr verir. Bir də belə iş görmə. Qatar nə vaxt yola düşür? Burada artıq sual cümləsidir. Mən sual verirəm ki, qatar nə vaxt yola düşür? İsim əşyanın adını bildirir. Bəli, artıq burada bizə bir məlumat bildirir. Kim dərsi bilmir? Burada da artıq kim bir sual cümləsidir. Sual verir. Sonra baxırıq sual 8-ə. Uyğunluğu tapın. Feildən düzələn isim. Yəni kökü feil olsun, yaratdığımız nitq hissəsi isə isim olsun. Çıx, nə et? Çıx, çıxış, nə çıxış? Elə düzgün cavabımız olacaq A variantı. Keçirik sual 9-a. O şəxs əvəzliyi fayda olunan xəbəri seçin. Biz bilirik ki, şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlar. İndi bizə o şəxs əvəzliyi ilə fayda olunan xəbəri istəyir. Baxırıq A variantına. Məndən təşəkkür edən odur. Kimdir? Odur. Elə düzgün cavabımız olacaq A variantı. Sonra keçirik sual 10-a. Hansı fikir doğrudur? Əlifbamızda 34 hərf var, yanlışdır. Əlifbamızda 32 hərf, 34 səs var. Səslərimiz də x, ştrix, k, ştrix. Bunlar da bizim səslərimizdir. Deməli A variantı yanlışdır. Bəzi sözlər var ki, yazıldığı kimi tələffüz olunmur. Bəli. Məsələn, yazırıq toq, qa. Tələffüzdə artıq bu olacaq. Toq, qa şəklində. Bu da onu göstərir ki, bəzi sözlər var ki, yazıldığı kimi tələffüz olunmur. Deməli, düzgün cavabımız olacaq B variantı. Səsləri yazırıq, hərfləri tələffüz edirik. Xeyr, hərfləri yazırıq, səsləri tələffüz edirik. Hərfləri yazırıq, səsləri görürük. Xeyr, hərfləri yazırıq, səsləri isə eşidirik. Vız-vız arılar. Arıların vız-vız səsindən haradan gəldiyini bilirsən? Bal arısı qanadlarını saniyədə 230 dəfə çırpır. Eşitdiyin o vız-vız səsi sürətlə çırpdığı qanadlarından gəlir. Bal arılarının 6 ayağı, ikisi öndə, üçü başının üstündə olmaqla 5 gözü var. Sadəcə dişi arılar sanca bilir. Çünki sadəcə dişi arıların iynələri var. Bu dişi arılar birini sancdıqdan sonra özləri ölürlər. Arılar çox çalışqan heyvandırlar. Bir arı həyatı boyu çay qaşığının 12də 1 qədər bal istehsal edir. Təxminən yarım kilo bal üçün bir qrup arının 2 milyon çiçəkdən şirə toplamağı lazımdır. Arı insanların yeyə biləcəyi qida istehsal edən bir böcək növüdür. Bir arının 170 növ qoxu almaq xüsusiyyəti vardır və bununla da çiçəkləri tapıb bal istehsal edirlər. Öz koloniyalarını qoxusundan tapa bilirlər. Çünki hər koloniyanın özünəməxsus qoxusu var. Bal arıları tapdıqları yemək qaynağını və arının şanının yerini xüsusi bir rəqslə digər arıları izah edirlər. Arılar ilə bağlı bu maraqlı məlumatlardan sonra onlara baxışım dəyişdi. Məncə arılar çox ağıllı və çalışqan canlılardır. Yaxşı ki varlar.
Bir bal arısı görsən, ondan qorxma və onu öldürməyə çalışma. Çünki arılar bütün canlılar üçün çox önəmli heyvanlardır. Hadi keçirik. Sual 1-ə. Arıların vız-vız səsi haradan gəlir? Baxaq, keçək mətnimizə. Arıların vız-vız səsinin haradan gəldiyini bilirsən. Bal arısı qanadlarını saniyədə 230 dəfə çırpar. Eşitdiyin o vız-vız səsi sürətlə çırpdığı qanadlarından gəlir. Deməli, arıların vız-vız səsi haradan gəldi? Sürətlə çırpdığı qanadlarından gəldi. Düzgün cavabımız olacaq B variantı. Keçirik sual 2-yə. Bir arı həyatı boyu nə qədər bal istehsal edir? Keçirik mətnimizə. Bir arı həyatı boyu çay qaşığının 12-də 1-i qədər bal istehsal edir. Deməli, çay qaşığının 12-də 1-i qədər bal istehsal edir. Düzgün cavabımız olacaq A variantı. Bir çay qaşığının 12-də 1-i qədər. Sonra keçirik sual 3-ə. Hansı məlumat doğrudur? Arılar çox tənbəl heyvanlardır. Xeyr, bizə mətndə elə arıların çox çalışqan heyvan olduğunu deyir. Ona görə A variantı yanlışdır. Sadəcə erkək arılar sanca bilir. Xeyr, bizə mətndə deyir ki, sadəcə dişi arılar sanca bilir. Ona görə B variantı yanlışdır. Sonra keçirik C variantına. Arılar saniyədə 250 dəfə qanad çırpa bilir. Xeyr, burada mətndə bizə deyir, arılar saniyədə 230 dəfə qanad çırpa bilir. Hər arı koloniyasının özünə məxsus qoxusu var. Bəli, düzgün cavabımız olacaq D variantı. Mətndə də deyir ki, öz koloniyalarını qoxusundan tapa bilir. Çünki hər koloniyanın özünə məxsus qoxusu var. Sonra keçirik sual 4-ə. Arılar yeməyi və arı şanının yerini digər arılara necə izah edirlər? Bizim mətndə deyir ki, bal arıları, baxın bura, bal arıları tapdıqları yemək qaynağını və arının şanının yerini xüsusi bir rəqslə digər arılara izah edirlər. Ona görə deməli rəqs edərək izah edirlər. Düzgün cavabımız olacaq D variantı. Sonra burada oldu D. Keçirik sual 5-ə. İnsanlar üçün yeyilə bilən, qida istehsal edən həşərat hansıdır? Yəni bizə arının şəklini istəyir. Baxırıq, arının şəkli C variantında özünü göstərmişdir. Belə əziz şagirdlər və valideynlər, əgər bu kimi videoların gəlməsini istəyirsinizsə, kanala abunə olub öz dəyərli fikirlərinizi yazmağı unutmayın. Gələn dərslərdə görüşənədək.